Salam, hər vaxtınız xeyir olsun. Bugün hazır lavaşdan çox dadlı, xırçıltılı, olduqca asan hazırlanan börək resepti bölüşürəm. Bu börəyi mən ətli hazırladım, ancaq siz istəsəz pendirli, göyərtili və yaxud da başqa bir içliklə hazırlaya bilərsiniz. Əvvəlcə sosunu hazırlayırıq. Sos üçün 3 ədəd yumurta, yarım stəkan duru yağ, 1 stəkan qatıq, qabartma tozu, un və sirkə əlavə edib tel çırpıcı ilə yaxşıca qarışdırıram. Sosumuz hazır oldu. Hələlik bir kənara qoyuram, içliyi hazırlayıram. Soğan və əti birlikdə qovurmuşam. Üzərindən duz istiyot əlavə edib bir neçə dəqiqə daha qovururam. Daha sonra isə xırda doğradığım göyərtiləri əlavə edib altını söndürürəm və içliyimiz hazır olur. Mən belə böyük lavaşlardan istifadə etdim. Əlinizin altında hansı cür lavaş varsa fərq etməz. Hazır yuxa və ya lavaşdan hazırlaya bilərsiniz. Çox praktik olur. 4 hissəyə ayırıram. Və lavaşın bir üzünə fırça ilə sosdan çəkirəm. Sosdan hər tərəfinə bərabər şəkildə çəkdikdən sonra isə içlikdən yerləşdirirəm. Və gördüyünüz formada bükürəm. Hər birini eyni qayda ilə hazırlayıram. Hər birini soba listəsinə yığıb, üzərinə hazırladığımız sosdan çəkirik. Son olaraq üzərinə küncüt və çörəkötü əlavə edirəm. 180 dərəcəlik sobada üzəri qızarana qədər pişməyə qoyuram. Çox qısa zamanda bişirdiyimiz börəklərimiz artıq hazırdır. Sobadan çıxardım. İsti və ya soyuq servis edə bilərsiniz. Hər iki halda çox dadlı olur. Üzəri xırçıltılı, içərisi yumuşaq. Hər zaman ən asan və ən dadlı reseptləri sizin üçün axtarıb tapıram, hazırlayıram. Siz də əməyə dəyər verərək videomu bəyənib, paylaşın. Kanalıma hələ də abunə deyilsinizsə abunə olub, dəstək olmağı unutmayın. Yeni videolarda görüşmək diləyilə.